Bir məktəbdə hər hansı bir hadisə baş verirsə, uşaq tərəfindən hər hansı bir hadisə törədilirsə, burada ən az günahkar olan hissə məktəbdir. Ondan sonra nə olur? Başlanır güc strukturları vari həll yollarına. Uşaqların çantasını, hər bir uşaq artıq potensial cinayətkar kimi görünməyə başlayır. Bu oyundan bu uşaq nə öyrənəcək? Əslində hər şey aydın olur. Adam öldürürsə, öldürməyi öyrənir. Burada mərhəmətdən söhbət getmir. Məsələn, valideyn deyir ki, mənim uşağımda psixoloji problem var. Sanki bu valideynin özündə psixoloji problem yoxmuş kimi. Demək olar ki, bütün valideynlər elə bilirlər ki, valideyn olanda onlara uşağı tərbiyə etməklə bağlı xüsusi biliklər ilham formasında göndərilir. Bu belə deyil. Bilirsiniz, ən böyük problem nədir? Bilmədiyin işlə məşğul olmaq. Münasibət öyrənmirik, münasibət qururuq. Ailə bilmirik nədir, ailə qururuq. Sonra da uşaq tərbiyəsi bilmirik, uşaq tərbiyə edirik.